Yəqin ki, görünür ekran. Bəli, görünür. Hı hı. Tamam. Deməli biz sizlə axırıncı dəfə harda qalmışdıq? Biz modul 2-ni bitirdik. Düzdür, hipotezlərdən də danışdıq axırıncı dəfə. Hətta biz sizlə statistik testlərə keçmişdik. Statistik testlərdə deməli, deyəsən Pearson'la Sperman haqqında danışmışdıq, amma praktika eləməmişdik. Hə, bir də biz elə modul 2-dən də praktika eləyəcəyik sizlə. Gəlin proqramı açaq. Deməli, datamız olacaq telecommunication case. Və gəlin burada bir case study var. Elə modul 2-yə aid. Gəlin onu işləyə-işləyə praktika eləyək və keçdiklərimizi xatırlayaq. İlkin olaraq gəlin proqramın interfeysinə tanış olaq. Daha sonra tapşırıqlara baxarıq. Deməli, məndə olan fayl elə SAV uzantısına malik olan fayldır ki, elə həmin proqramdan save olunmuş formatda saxlanılıb və elə klikləyən kimi birbaşa baxın ikonda görünürsüz burada. SPS Statistics'in ikonudur. Birbaşa elə proqramı da açdı. Məsələn, mən burada eyni datadır, amma 2 daha fərqli formatda var. Biri CSV-dir, biri isə Excel formatındadır. Bunları təbii ki, mən klikləsəm, elə Excel-də açacaq. Yəni, amma mən proqramda istifadə eləmək istəyirəmsə, bunu proqramda açmaq üçün artıq proqrama daxil olub, oradan fayla gəlib, baxın burdan new və yaxud open, import datadan bunu aça bilərəm. Yəni, əgər uzantısı SAV deyilsə, fərqlidirsə. Yəni, məsələn, indi bu dəqiqə mən birbaşa kliklədim. Burada Statistics'də açdım. Bu rahat idi. Praktiki fayllarda digər uzantılar malik olanda mən onu sizə göstərəcəm ki, necə açacağıq. Hələ ki, məndə elə SAV-dir, birbaşa açdım daha rahat formada. Faylı açan kimi məndə proqrama dair 2 dənə belə deyək, səhifə açıldı. Baxın, bu özü avtomatik açılır. Əsas mənə lazım olan budur. Daha doğrusu, mənə hər ikisi də lazımdır. Sadəcə olaraq datanı mən hal-hazırda burada görə bilirəm. Bəs deyəcəksiniz ki, bu nədir? İkinci burada açılıb. Bu isə sanki arxada bizim addımlarımızı, burada indi biz hər hansı bir əməliyyat icra eləyəcəyik sizlə. Ya ortalamanı tapacağıq, ya normallığı yoxlayacağıq və s. Bütün etdiyimiz əməliyyatları burada həm vizual olaraq, həm də baxın, məsələn, burada neyləmişəm? Desktopda filan-filan uzantıdan, filan pəstdən faylı açmışam və burada sadəcə onu göstərir ki, mən faylı əldə eləmişəm və uzantısını qeyd edib. Yəni, mənim bütün addımlarım burada yazılacaq. Mən burada nə edirəmsə, misal üçün, hər hansısa bir sütununu yaradıram, yoxsa nəyisə yoxlayıram, əlaqənin olub-olmadığını yoxlayıram ya da nə bilim, normallığı yoxlayıram və s. Hamısını mən burada görəcəm, addımları. Burada isə datanı görəcəm. Hə, gəlin indi data ilə tanış olaq. Telecommunication case datası nəyi ifadə eləyir bizə, nəyin datasıdır və biz burdan nəyi analiz eləyəcəyik? Artıq məncə birinci sütundan oxudunuz, gördünüz ki, sadə, gəncol və sərbəst olmalıdır. Sərbəst Azərselin datasıdır. Bu onların class of service-dir. Yəni paketlərinin belə deyək də, müxtəlif xidmətlər təklif eləyən, müxtəlif qiymətə olan xidmətləridir. Burada isə bir neçə 5 dənə sətir sütun var. 5 fərqli ayı, sentyabr, oktyabr, noyabr, dekabr və yanvarı ifadə eləyir. Yəni bunlar hamısı məbləği ifadə eləyir. 45 manat, nə bilim 105 manat və s. Average revenue per user. ARPU average revenue per user deməkdir. Yəni ortalama olaraq bir userdən əldə olunan gəlir. Yəni bir istifadəçidən
müştəridən. Burada, eee, düzdür, indi decimal place burada çox görünür, bizim gözümüzü yorur. Gəlin bunu düzəldək. Burada variable view sheet-i var. Bura daxil olanda decimals hissəsi var. Burdan gəlin hamısını 2 eləyək. Mən çox rəqəmi görməyək nöqtədən sonra. Yəni ehtiyac yoxdur zaten. Həm də səliqəsiz görünür. Decimalları 2 elədim, gəlirəm. Baxın, indi daha səliqəli görünür. Aha, deməli gəlin indi baxaq görək biz neyləyəcəyik. Ki ARPU aylar üzrə ortalamasını hesablayın. Biz indi bir sütun yaradacağıq. Burada müşahidə olunan 5 ayın bir ortalamasını tapacağıq. Ortalamanı necə tapırdıq? Average. Aha, necə tapırdıq? Yəni, demirəm amma burdan hara daxil oluruq. Prosta ortalama haqqında soruşuram ki, riyazi. Cəmliyib Biz böləcək toplayıb sayını. 5'ə vururduq, bölürdük. Cəmliyib Aylar. sayını. Bəli, cəmləyib sayına bölürdük. Burada 5 ay olduğuna görə toplayıb 5-ə böləcəyik. Bəli. Düzdür. Deməli, biz burada bir, deməli biz əgər ortalama tapmaq istəyiriksə, bir sütun yaradacağıq və onu hardan eləyəcəyik? Mən, ümumiyyətlə gəlin birbaşa giriş elədim. Unutdum heç bunları izah eləməyi. Baxın, burada çox tab var. Hamısı bizə lazım deyil. Bizə nə lazımdırsa biz onu keçəcəyik sizlə. Əsas şeyləri yeri gəldikcə izah eləyəcəm. Bir dənə fayl tabıdır ki, burdan misal üçün, işlədiyimiz faylı save eləmək və yaxud da yeni bir fayl açmaq üçün burada 3 dənə fərqli seçim var. Bunlardan istifadə eləyəcəyik. İndi mən növbəti hissədə onsuz da ora gələcəm. Elə, açanda göstərəcəm onsuz da, izah eləyəcəm onu. Gəlin davam eləyək. Elə yeri gəldikcə deyərəm bir-bir. Deməli, transform tabı var. Bura daxil oluruq və compute variable-a giririk. Baxın, bu ilk baxışda ümumiyyətlə bu proqramın istifadəsi ilk dəfə sizə biraz belə gözünüzə, alışıq görünməyə bilər. Çünki bu proqram biraz fərqlidir də və köhnə proqramdır deyə yeniləmir də, uzun müddətdir interfeysi bu formada qalıb. Yəni siz onsuz da, sizi qorxutmasın da, yəni bu bir dəfə, 2 dəfə praktika edəndə öyrəşəcəksiniz. Əslində çox rahat da, dəhşət rahatdır. Prosta ilk dəfədə tanışlıqdır deyə sizdə ola bilər ki, biraz belə qorxulu kimi görünsün, amma əslində heç qorxulu deyil. Deməli, bizə lazım olan ortalamanı tapmaqdır. Biz gəlirik burada function qrupdan statistical qrupunu seçirik və burada aşağıda açılır. Görürsünüz, hər şey clickable-dır. Yəni klikləyirəm, açılır. Heç burada mən kod falan, Python, SQL kimi deyil də, yəni çox rahatdır. Sonra gəlirəm burdan, seçirəm min, ortalama və bura gəlir düşür funksiya. İndi mən sadəcə olaraq burada sualların yerinə 5 dənə ayı daxil eləməliyəm. Deməli, sildim. Sentyabr 2 dəfə kliklədim, gəldi düşdü bura. Sonra vergül, sonra sualı silirəm. Ya oktyabra klikləyirəm, bu formada gətirirəm, ya da 2 dəfə klikləsəm gəlib düşür bura. Vergül, dekabr və baxın. İndi bunu daxil elədim. Ortalamasını, nələrin ki, ortalamasını tapmaq istəyirəm, onları ötürdüm funksiyanın daxilinə. Baxın, okey klikləyə bilmirəm, boz rəngdədir. Çünki mən bu sütuna ad qoymamışam. Ad qoymalıyam. Bunu qoyuram ARPU average. Burada mən niyə altdan xətt qoydum? Çünki boşluq qoya bilməzsiniz. Boşluq qoyanda onu götürmür, ona görə. Ya birləşik yazırsınız, ya boşluq yerinə altdan xətt qoyursunuz bu formada. Və okey kliklədim. Baxın, burada yavaş-yavaş compute execute. Execute gördünüzsə, vəsə icra olundu deməkdir. İndi mən bunu yığıram aşağı, bağlamıram, yığıram aşağı və baxıram. Aha, yeni bir sütunum gəldi. ARPU average. İndi mən bütün əməliyyatlarımı bu sütun üzərində tətbiq eləyəcəm. ARPU aylar üzrə ortalamasını hesablayın, hesabladıq. İkinci bizdən nə istəyir? Skewness və kurtosis hesablayın. Skewnesslə kurtosis nə idi, onu xatırlayaq. Skewness bizdə meyilli idi. Kurtosis isə bizə dikliyi ifadə eləyirdi. Baxın. İndi baxacağıq görək, nə qədər dik, nə qədər meyillidir. Baxın, kurtosislə bağlı, skewnesslə bağlı biz burada bəzi əmsallardan danışmışdıq. Çox asimetrik və yaxud da orta dərəcədə asimetrik olması və yaxud da demək olar ki, simmetrik olması haqqında danışmışdıq.
İndi gəlin baxaq ona ki, necə, vizual olaraq proqramda necə görə bilərəm onu. Deməli, burada gəlirəm Analyze-a. Analyze-dan Descriptive Statistics. Baxın, burada Frequencies'dir, Descriptives-dir, Explore'dur. Bunlardan istifadə eləyəcəyik. Demək olar ki, burada məsələn birində olan digərində də var, amma cüzi fərqləri var. Gəlin Frequencies'ə baxaq. Baxın, burada mən ARPU Average-i ötürürəm bu boksda və gəlirəm burada Statistics-ə daxil oluram. Belə bir pəncərə açılır. Mənə nə lazımdırsa, mən nəyi görmək istəyirəmsə, məsələn, gəlin əsas metriklər var ki, birinci dərs keçmişdik, onlara baxaq. Yəni, ümumiyyətlə bu yeni yaratdığım sütun, yəni ARPU Average-də ortalama olaraq bu məbləğlərin ortalaması nə qədərdir? Yəni, bu sütunun özünün də ortalaması. Sonra medianına baxa bilərik, modasına baxa bilərik, standart deviation-a baxacağıq, minimum və maksimuma baxaq, hətta range-ə də baxa bilərik. Və bizə lazım olan skewness-lə kurtosis əmsallarıdır. Bunlara baxacağıq. Continue. Bir də OK kliklənməmişdən əvvəl burada frequency tables söndürürük. Bu bizə lazım deyil. Bunu klikləyəndə biraz çox şey çıxardır orada. Biraz qarışıqlıq yaranmasına ehtiyac yoxdur da, yəni. Ona görə. Deməli, gəlin baxaq nəticəmizə. Belə bir table əks olundu. Deməli, baxın, ortalamanı çıxardım. Ortalama olaraq 14 manat. Medianım 10-dur. Modam, standart deviation'um. Standart deviation'um 13'dür. Yəni, kifayət qədər. Düzdür, çox yuxarı deməzdim, amma yuxarıdır. Skewness əmsalım, baxın, 3'dür. İndi bunların qrafiklərinə baxacaq, histogramlarına baxacaq, onda daha aydın olacaq sizə. Sonra kurtosis əmsalım 16'dır. Məsələn, minimum, maksimum, range'im. Minimum zaten 0'dır, ona görə elə range'im də eyni rəqəm alıb. İndi əsas bunun qrafikləridir. Gəlin sizə qrafikləri də göstərək. Mən Analyze-a daxil oluram. Gəlirəm Descriptives. Elə sırayla baxaq, görək nə var, nə yox. Hamısının üstündən keçək. Average əlavə eləyəcəm bura və buradan Options-a daxil oluram. Baxın, burada da demək olar ki, eyni şeylərdir. Baxın, range-dir. Kurtosislə skewness-dir. Baxın, OK klikləyirəm. Sadəcə olaraq table-un formatı biraz fərqlidir. Eyni şeylərdir. Ona görə bunu da yığıram aşağı və əsas gəlirəm Explore-a. Deməli, Explore-da mən neyləyəcəm, necə görmək istəyirəm? Burada biraz daha fərqlidir. Dependent listə atıram ARPU Average-i və mən istəyirəm ki, burada 3 dənə fərqli tarifim var. Sadə, Gəncol və sərbəst. Bunları ayrı-ayrı görmək istəyirəm. Yəni, ayrı-ayrı analiz eləmək istəyirəm. Tutaq ki, sadənin ayrıca baxmaq istəyirəm ki, ortalaması nə qədərdir. Gəncolun ayrıca əsas o sözü gedən metriklərinə baxmaq istəyirəm. Maksimum sərhədi nə qədərdir? Məsələn, sonra standart deviation-a baxacaq biz. Görək, hansı tarifdə yayınma daha çoxdur? Buna baxmaq üçün mən kosu atmalıyam factor listə. Yəni, burada misal üçün 3 dənə fərqli dəyər var. Sadə, Gəncol və sərbəst. Deməli, mən onları ayrı-ayrı nəticələrini görəcəm. Hansı nəticələrini görəcəm? Baxın. Gəlirəm. Burada histogramı seçirəm birinci. Əsas mən burada histograma baxmaq istəyirəm. Və burada normality plots with test var. Bu nədir? O normallığı ölçən testdir. Hansı ki, biz sizlə keçən dərs danışmışdıq. Xatırlayırsınızsa, biz dedik ki, ümumiyyətlə, normal paylanma nə idi? Normal paylanmanın qrafik necə olurdu? Kim deyər? Normal paylanmanın qrafik. Aha, simmetrik olurdu, zəngə oxşuyurdu. Amma demişdik ki, hər simmetrik olan da normal paylanma deyə bilmərik. Orada bir uniform distribution'umuz var idi ki, hər belə deyək də, müşahidə eyni sayda görünürdü. Yəni, qrafikdə simmetrik görüntü yaradırdı. Amma biz ona normal paylanma deyə bilmərik. Çünki normal paylanma ortaya
daha çox yığılırdı, amma kənarlara getdikcə daha azalırdı müşahidələrin sayı, xatırlayırsınızsa. Və biz sizinlə orada normallıq testindən danışmışdıq. Biz demişdik ki, ola bilər ki, bizim qrafikimiz, Instagramımız simmetrik paylanıb, simmetrik görünür. Amma tam simmetrik deyil. Müəyyən qədər, belə deyək, simmetrik görünməyən hissələri var. Amma biz ona normal paylanmış data deyə bilərikmi sualını verəndə necə müəyyən eləyirdik? Təbii ki, qrafikə görə müəyyən eləyə bilmərik. Çünki mənə görə o normal paylanmış, mən onu normal paylanmış qəbul eləyərəm, misal üçün, siz qəbul eləməzsiniz. Yəni mən bunu qrafikə baxaraq deyə bilmərəm. Biz o zaman normallığı ölçən test var idi ki, biz demişdik ki, sizlə həmin o göstərici 0,5-dən böyük olanda normal paylanmışdı. Yəni bizim həmin dataya normal paylanmış data deməyimiz üçün həmin nəticə 0,5-dən böyük olmalıdır. İndi mən OK klikləyirəm. Bir dənə bura baxım, burada nəsə qalmadı. Yox. Biraz gözləmək lazım olur. Execute olana qədər bir 2 saniyə, 3 saniyə vaxt alır. Deməli, belə bir birinci cədvəlim əks olundu. Burada əslində sadəcə bizə nə qədər müşahidə olunduğunu göstərir. Ayrı-ayrılıqda. Bu heç, gəlin keçək. Əsas bizə budur lazım olan. Deməli, baxın diqqətlə Gəncəolun nəticələri, Sadənin nəticələri və Sərbəstin. Gəlin bir-bir baxaq. Gəncəolda medianımız, əsas standart deviation'a gəlin baxaq. 9-dur. Yayınması 9-dur. Sadənin standart deviation'ı nə qədərdir? 12-dir. Deməli, sadədə yayınma daha çoxdur Gəncəoldan. Gəncəol daha nisbətən sabitdir. Bəs sərbəst? Sərbəstdə baxın, 23-dür. Görün nə qədər çoxdur. Əslində bu məntiqədə sığır. Necə məntiqə sığır? Gəncəol adətən tələbələr üçün nəzərdə tutulmuş, gənclər üçün nəzərdə tutulmuş bir tarifdir ki, yəni orada adətən daha münasib qiymətdə, yəni onların paketlərinin belə deyək də, həddən artıq çox baha ola bilməz. Çünki bu Gəncəol elə adından da görünür ki, gənclər üçün nəzərdə tutulmuş tarifdir. Baxın, Sərbəstin elə adından da görünür ki, yəni bunu istifadə eləyənlərin paketin belə deyək də, indi ola bilər ki, bir neçə seçim haqqı tanıyır bizə bu tarif və burada daha aşağı, misal üçün, qiymətə alan da istifadəçilər də var, daha yuxarı qiymətdən istifadə eləyənlər də var. Ona görə baxın, bunun yayınması çoxdur. Amma Gəncəolda hamısına baxanda nisbətən daha azdır. Əslində bu, yəni belə düşünəndə nəzərə alsaq ki, bunlar bu gənc yəni tələbələr və s. onlar üçün adətən daha belə, məsəl üçün internet paketini daha çox verir, danışıq dəqiqəsini az verir və s. Bu kimi belə deyək, xidmətləri sunur da. Ona görə də burada yayma daha azdır. Hətta bunun gəlin minimum maksimuma da baxaq. Baxın, 135-dir maksimumu. Sadədə maksimum 172-dir. Sərbəstdə maksimum 168-dir. Yəni hər bir halda Gəncəolunki daha azdır. Hər bir halda. Daha sonra ortalamasına baxaq. 10-dur. 10 manatdır. Sadədə 14 manatdır. Sərbəstdə 28 manatdır. Baxın, ortalama olaraq da ən az Gəncəoldur. Daha aşağı qiymətdir. Aydın məsələdir də bu. Daha sonra gəlirəm aşağı. Baxıram test of normality. Normallıq testi. Deməli, burada Gəncəol, sadə, sərbəst. Burada 2 dənə test var. Shaprovi, bir də Kolmogorov, Smirnov. Bunlar əslində nəticələrə baxanda biz görürük ki, hamısında 0-dır. Baxın, hamısında 0 görürəm. Biz baxırıq, burada significance level-dir. Yadınızdadır, mən sizə dərs izah eləyəndə burada baxın, burada demişdim significance level, p-value. Burada belə yazmışdım, demişdim ki, çünki proqramda significance kimi görünür ona görə. Baxın, burada da yenə də eyni metrikdir. Yəni p-value eyni şeydir bunlar.
Significance level deməli baxıram ki, burada 0-dır. Hə, bu testlərin arasındakı fərq müşahidələrin sayından asılıdır əslində. İndi guya ki, bu test daha çox müşahidə olanda istifadə olunur, yəni daha düzgün nəticə verir. Bu test isə daha az müşahidə olunduğu daha doğrusu testi yoxlamaq üçündür. Amma burada hər ikisi də zaten 0 göstərir. Yəni hər ikisi də eynidir. Yəni burada buna baxdıq, ha buna baxdıq, fərq yoxdur. İndi 0 yaxşı bizə nəyi ifadə eləyir? Biz nə demişdik normallığı yoxlamaq üçün? İndi mən bura normal paylanmış data deyə bilərəm, yoxsa deyə bilmərəm, kimdən soruşum? Hə, Gündəz xanım, elə sizi gördüm. İndi mən deyə bilərəm ki, bu testə baxıb, daha doğrusu testə baxıb nə deyəcəm? Normal paylanıb deyəcəm, yoxsa normal paylamayıb deyəcəm? Hələ ki, baxın, aşağı düşməmişəm. Aşağıda qrafiklər var, histogramlar var. Zaten Instagrama baxanda görəcəm normal paylanıb, yoxsa paylanmayıb. Yəni aydın görünəcək. Prosta ona baxmamışdan əvvəl gəlin birinci testin üzərindən baxaq. Görək test bizə düzgünmü nəticə verir? Sonra qrafikə baxaq. Hə, nə düşünürsünüz? Sualı bir də təkrar edə bilərsiniz zəhmət olun. Sualım odur ki, biz burada 3 fərqli tarif arasında, yəni 3 fərqli tarifə daha doğrusu individual olaraq baxırıq ki, hansı tarifdə paylanma normal paylanmadır? Yəni müşahidələrin qrafiki normal paylanmaya uyğun gəlir. İndi hamısında eyni nəticədir onsuz da. Yəni cavab hamısında eynidir. Ya normal paylanıb, ya da paylanmayıb. İndi mən sizdən soruşuram. Normal paylanıb yoxsa paylanmayıb? Bunu 0-dan %5-lə müqayisə eləyin görək. Sıfırdan yüzdə 5-dən balacadır da. Yəni balaca olana nə deyirdik? Normal paylanıb yoxsa paylanmayıb? Paylamıyor. Paylanmayıb, bəli. Normal paylanması üçün 0-dan %5-dən böyük olması lazım idi. Kiçikdir, deməli paylanmayıb. İndi gəlirəm aşağı. Baxın, bu Gəncənin qrafikidir. Normal paylanma görürsünüz burada? Mən görmürəm. Yəni belə normal paylanma olmur. Yəni konkret normal paylanmaya yaxın da deyil ha, yəni görürsünüz, ona görə 0 çıxıb nəticə. Gəlirəm sadəyə. Baxın, bu da normal paylanma deyil. Hamısı da right skewed-dur. Pozitiv skew. Baxın, sərbəstə baxıram. Bu da normal paylanma deyil. Şimdi burada küçük plotlar var. Bunlar heç. Əsas bizə histogram idi. Amma bir də box plot. Box plotu biz sizdən keçmişdik. Hətta biz sizlə qayıdıram. Box plota. Birinci dərsdəydik. Gəlin bir dənə xatırlayaq. Görə yaddan çıxmayıb. Burada IQ üstündən gedəcəm. Hə. Baxın, bu box plot idi, xatırlayırsınızsa. Demişdik ki, bunu prosta əyiblər. İndi gəlirəm bura. Baxın, box plot. Eyni şəkildir. Yaxşı, indi gəlin danışaq. Məsələn, bu ortadakı qalın xəttdən. Bu qara qalın xətt nəyi ifadə eləyirdi? Kim deyər? Orta çünki Aha, median yəni. 50% yəni. Bəli. Bəs. Gəlirəm bura. Bəs baxın, burada bir yaxınlaşdırıram sizin üçün. Yaxınlaşdıramadım. Yoxsa yaxınlaşdırdım? Yox, yaxınlaşmadım. Burada deməli, yaxşı, bura gəlməmişdən əvvəl gəlməyəcəm, buna danışaq. Bu sərhəd var. Elə bil ki, bu düzbucaqlı kimi nəzərə alsaq, düzbucaqlının bir yuxarı sərhədi, bir də aşağı sərhədi var. Bəs bunlar nə ifadə eləyirdi? Q3 ilə Q1. Biri 25%-dir Q1, o 75%. Bəli. Düzdür. Bəs IQR nə idi? Q3 sağ Q1. Bəli, düzdür. Bəs yaxşı. Baxın, bu xətt nə ifadə eləyir? Bir də bu xətt. Burada 2 dənə xətt var, görürsünüz. Bəli, onlar minimum və maksimum ifadə eləyir. Q1 çıxaq 1,5. Datanın minimum və maksimum dəyərini ifadə eləyir deyirsiniz? Xeyr, datanın minimum yox. Elə bir düstur vardı. Q1 çıxaq 1,5 vurulsun IQR, yəni Q3 çıxaq Q1. Bu minimum dəyərdir. Q3 üstə gələk 1,5 vurulsun IQR isə o da maksimum dəyərdir. Əgər bu hər hansı bir nöqtə maksimum və minimum dəyərdən uzaqdadırsa, onlar ortlar hesab olunurdu. Yaxşı, bəs biz bu sərhədə nə deyirdik? Altlar deyil. Yox. Düz dediniz. Ramon bəy, hər şey düz dediniz. Sadəcə olaraq o xəttin adı nə idi? Siz dediniz minimum. Amma necə minimum?
ona bir ad versə necə deyərik? Minimum deyə bilmərik. Çünki minimum deyəndə başa düşülən ilk ağla gələn şey datanın minimum dəyəridir. Amma sizin Bəli, amma datanın minimum deyil. bəli, tam yadımda deyil o. Yadımdan çıxıb. Kim deyər? Ekstremal idi. Outlier olmayan minimum və maksimum dəyər. Bu qədər sadə. Outlier olmayan minimum və maksimum dəyər. Bəli. Deməli, Ramal dedi ki, bəli, bu sərhədlər bizə minimum və maksimumdur və ondan kənarda qalanlar, outlierlər, hətta daha kənarda qalanlar isə ekstrem dəyərlərdir. Bəs yaxşı, outlierlə ekstrem dəyərlər nədir? Bir-birindən fərqi nədir? Bəs Ekstrem dəyərlər lap kənarda qalan. Bəli, outların Bəli. tam kənarda. Outlier-dan da hətta kənarda. Outlier 1.5 idi. Ekstremlər 3. Bundadır da elə bir 3 box. aha, yaxşı. Yaxşı. Tamam. Baxın, indi biz dedik ki, burada belə bir box plotda əgər bu sərhədim, məsəl üçün 5 almışam minimum, outlier olmayan minimum məsəl üçün 5 almışam, outlier olmayan maksimum nə 15 almışam. İndi 5-dən kiçiklər olacaq outlier da, düzdür? Bəs yaxşı, mən indi o sərhədi tapmaq istəyirəm ki, hansı ki ondan kiçiklər də ekstremlərdir. Onu necə tapacam? Düsturu nə idi onun? 1.5 əvazını 3 yazacaqdır. Bəli, bəli. Kim Bəli. idi? 3 vur IQR. O Ramal idi. Yox, Fərman siz idiniz. Bəli. Aha, bəli. Bəs yaxşı, indi növbəti sual. Bunu düzdür, bunu bildiniz. İndi biz xatırlayırsınızsa, sizinlə keçən dərs danışmışdıq. Yəni onu da açım sizə rahat olsun. Danışmışdıq sizdən Z-skordan. Z-skordan danışmışdıq. Bəs burada demişdik ki, normal paylanmış datada neçə Z-skor kənarda qalanlar outlier, neçə Z-skor kənarda qalanlar ekstrem dəyərlərdir. 3 standart deviation tərəfdən alınmış. Bəli. Bəs ekstrem? Ekstremdə 5 idi. Amma bu ancaq normal paylanmış dataya aid idi. Onu yaddan çıxartmayın. Amma box plotda hesablama bunlar normal paylanmaya tabe olmasa da olar. Yəni ki, hər bir halda nəticə düzdür. Amma xatırlayırsınızsa, mən keçən dərs sizdə Google-da açdım, bir box plot göstərdim. Orada dedim ki, siz proqramda yumru görəcəksiniz, bir də ulduz görəcəksiniz. Ulduzlar ekstremlər olacaq, yumrular isə outlierlər olacaq. Onu da demişdik. İndi gəlin vaxt bitirmədən biz elə praktikadan əlavə bu şeyləri də danışmalıyıq. Korrelyasiyalardan da danışmalıyıq. Uzun vaxtımız az qalıb. Gəlin normallığı yoxlayaq. Normallığı yoxladıq. Yoxladıq normallığı. Empirik rule. Empirik qayda tətbiq eləməliyik. Bircə bu qalıb. İndi gəlin bir xatırlayaq görək empirik qayda nə idi? Empirik qayda nə idi? Kim deyər? 68, 95, 99.7. Bəli. Amma o daha deyəsən normal paylamada olurdu deyəsən. Normal paylamaya aiddir. Bəli, bəli, mütləq normal paylanmada, normal paylanmış datada biz o qaydanı tətbiq eləyə bilərik. Belə də tətbiq eləyə bilərik, amma nəticə düzgün əks olmayacaq ki, nəticə düzgün olmayandan sonra mən onu niyə tətbiq eləyim? Ona görə də gəlin bu 68-95 nədir? Daha biraz açıq onu. Necə ifadə eləyərsiniz? Misal üçün, şəklə baxıb şəkil haqqında necə danışarsınız? 1 ST, 2 ST, bir də 3 ST var. Plus minus. Ortalamadan 1 standart deviation, 2 bir də 3 standart deviation uzaqlığında. Bəli. Bir standart deviation uzaqlıqda olanda, misal üçün baxın, mən sual verirəm. Deyirəm ki, Əfsanə xanım, mən deyirəm ki, mən burada almışam 7, burada almışam 17. İndi mən bu rəqəmlərə əsasən nə deyə bilərəm? Yəni o ortalamada nə qədər uzaqdır ona baxır. Məsələn biz bunu kontrollarda görürük. Devigenix qrafiki var. Normalda diapazondan kənara 1 ST çıxırsa, o qəbul olunandır. 2 sarıdır. Gəlin sualı belə verək. Çox belə çətinə getməyin. Çox bəsit sual əslində. Sadəcə olaraq bu 68-in bu 7 ilə 17-nin arasında nə ifadə elədiyini deyin. Yəni nə başa düşürsüz? 68 Yəni qəbul faiz. olunan rəqəmdir də o. Elə Yox, başa. yox. Yəni məlumatın 68% bu aralıqdadır. Bəli, bəli. Ümumi datanın
68% bu interval arasında yerləşir deməkdir. Və yaxud da misal üçün 2 standart deviation sol və sağ hesabladıq. Misal üçün deyirəm də indi 3 aldım, bunu da aldım 21. Deməli 3 və 21 arasında datanın 95% yerləşir demək. Bəli. İndi biz nə edəcəyik? Sizlə burada müşahidə olunan 3 fərqli tarif üzrə empirik qaydanı tətbiq edəcəyik. Amma fərz eləyəcəyik ki, bu data normal paylanıb. Düzdür, normal paylanmayıb. Razıyam sizlə. İndi nəticələrdə görəcəksiniz ki, gülməli rəqəmlər alınacaq. Deyəcəksiniz ki, məbləğ necə mənfi ola bilər? Məsələn, -3 necə ola bilər? Bu mümkün deyil. Amma biz fərz eləyəcəyik və sadəcə olaraq məqsəd burada öyrənməkdir, praktika eləməkdir. İndi sizlə tapacağıq sadədə, Gəncəolda və sərbəstdə ayrı-ayrılıqda 68% intervalda yerləşən o aralıqları 95 və müvafiq olaraq 99 tapacağıq. İndi birini tapaq, digərlərini siz evdə özünüz taparsınız artıq. Əsas odur ki, qaydanı bilək. İndi kim mənə kömək eləyər bunu tapmaqda? Səkinə xanım, sizi eşitməmişəm bugün. Onda işləyək. Necə tapacağıq bunu? Bizə lazım olan nələrdir? Birinci gəlin onu müəyyənləşdirək. Buradan görürəm zaten nədir. Prosta istəyirəm siz deyəsiniz. Mülər və sigmalarda səhvlənirsiniz. Aha, mü bizdə olacaq. Ortalama və sigma da bizdə olacaq standart deviation. Hər ikisi də bizdə var. Əslində biz onu tutmuşuq. Baxın, bayaq biz onları çıxartdıq. Açıram belə bayaqki nəticələri. Baxın, ortalamam burada, standart deviation'ım burada. Mən nə istəyirəm? İndi gəlin hesablayaq. Açıram bir Excel, boş bir Excel. Gəlin burada hesablama aparaq. Tamam. Gəncəol tapaq. Gəncəolda standard deviation 953. Gəlin elə decimal place-də birinə dənə saxlayaq. Elə 9.5 kimi götürək, belə hesablayaq. Aha, indi necə eləyəcəm? Yazıram bura. Gəncəol. Buraya yazıram 68%. Burada 68%'ini tapacağım. Burada 95, burada ise 99. Hə. Deyin. Rəqəm hansıydı? Standard deviation 9.53'ü. Onu vuracaq. Hə, birinci normal tapırıq da. Ay, birinci ona çıxmalıyıq. Sigma nə? Düzdür. Bəli. Çıxmaları toplamalıyıq. Sonra da onun faizini tapmalıyıq. Yox. Necə? Niyə? Niyə belə özünüzü çaşdırdınız? Sadəcə bir dəfə ortalamadan standard deviation çıxacaq. Bu olacaq aşağı sərhəd. Bir dəfə də toplayacaq. Ya faiz falan tapmırıq. Zaten bu onsuz da biz bilirik ki, bu 68% ifadə edir bizə. Yəni mən doğruluğu yoxlamağa getdim, ona görə qarışdım. Yo. İndi nə idi burada? 10,8 götürək. Bunu yuvarlaqlaşdıraq. Yazıram 10,8 çıxılsın 9.3. 9,5. 1,3. İndi gəlin 95% tapaq. Bunu necə eləyəcəm? Rəqəmləri bildik. 10,8-dən 9,5-dir. Aha, indi bunu deyil. 2 dəfə çıxacaq yoxsa? Aha, 10,8 çıxılsın. Baxın 10,8 minimiz idi. Deməli 2 vurulsun standart deviation, yəni 2 vur 9,5 çıxacaq. İndi yox, bir dəqiqə. Biz bunun aşağı sərhədini tapdıq. Bəs yuxarı sərhədi, yəni intervalı tapmamışıq axı. 1,3, baxın budur. 1,3. Kopyalayıb Biz çıxar. Bəli. Necə? Kopyalayıb bizə müsbət içərisində dəyişən mənfi eləyəcək. Bəli. 9,5 idi. Hə, topladım. Bir dəfə çıxdı, bir dəfə topladıq. İndi bunu da bir dəfə toplayaq. Sonra 99% tapaq. 3-ə vurub çıxacaq, toplayacaq. Bəli, 3-ə vuracaq. İndi baxın, deyəcəksiniz ki, bəs mənfi o idi. Deyəcəksiniz ki, datada heç mənfi yox idi. Bax, bayaq xatırlayırsınızsa, baxdıq minimum mənfi idi.
üzr istəyirəm, minimum 0 idi. Minimum 0 idi, maksimum isə nə bilim 100 neçə idi, hərəsində fərqli idi. İndi deyəcəksiniz ki, bəs bu nə cür gəldi, düşdü, datada heç mənfi yoxdur. Çünki bəs ona görə deyirik ki, normal paylanmış dataya biz bunu tətbiq edə bilərik. Bax, burada nəticələr düzgün deyil. Sadəcə indi tətbiq elədik öyrənmək üçün, amma bunlara arxalana bilmərik. Və eyni qayda ilə digər tarifləri də sadəcə praktik eləmək məqsədi ilə taparsınız, onları da hesablayarsınız. Vurun, çıxın, bölün ki, yadınızda qalsın da o actionlar. Üzrlü sayın şəbəkə zəiflədi, qaçırdım axırın. Aha. Deməli, dedik ki, biz burada mənfi rəqəm aldıq, amma xatırlayırsınızsa bayaq baxanda heç minimum heç bir tarifdə mənfi yox idi. 0 idi. Birində 0 idi, birində 0.5 idi, ya 0.5 idi, belə bir şey idi. Yəni ona görə biz deyirik ki, bu empirik qaydanı yalnız normal paylanmış data üzərində tətbiq eləmək mümkündür. Yəni belə formada tətbiq edəndə düzgün nəticələr almırıq. Bunu deyirdim. Daha sonra bundan bitirdik. Bunları bir dəfədə özünüz tətbiq eləyərsiniz. Yəni dərsdə nəyi elədiksə hamısını təkrarən. Gəlin baxaq indi modul 3-ə. Biz burada sizlə Pearson və Spearman haqqında danışmışdıq. Tez bir dənə üstündən gedəcəm. Bir dəqiqə üzr istəyirəm. Hə. Deməli, biz sizinlə keçən dərs dedik ki, diaqnostik testlər nədir? Bu haqda danışdıq. Yəni biz 2 və daha artıq dəyişim arasındakı əlaqəni ölçürük. Hətta biz o məşhur hamımızın da rahat mənimsədiyi nümunəni vermişdik ki, bu ev satmaq məsələsi ki, misal üçün mən ev satıramsa, onun satış zamanı onun qiymətinə təsir edən amillər. Misal üçün sahəsidir, yerləşdiyi ərazidir. Təbii ki, mənim kim olduğum onun satış qiymətinə təsir eləməyəcək. Bu haqda danışmışdıq. Və biz demişdik ki, burada bir neçə biz diaqnostik test öyrənəcəyik. Amma hər birinin özünə məxsus cəhəti var. Yəni müxtəlif кейslərə baxacaq ki, hansı keysdə hansı testdə istifadə eləsək daha düzgün nəticə alarıq. Amma testlərdə bizim sual verib və cavab aldığımız bir neçə fərqli nüanslar var idi. Birinci biz demişdik ki, bizim ilkin sualımız odur ki, dəyişənlər arasında əlaqə varmı? Yəni biz onun gücündən də danışacağıq, amma gücündən danışmamışdan əvvəl bunlar arasında əlaqənin olub-olmadığını müəyyən edirdik. Məsələn, baxın, imtahan balı ilə imtahana hazırlaşma müddətimiz. Burada təbii ki, bir əlaqə var, hətta güclü əlaqə var. Amma biz sizinlə elə nümunələrə baxacağıq ki, əlaqə var, amma zəifdir. Yəni praktikada onu elə proqram üzərində göstərəcəm. Hə, bir də xatırlayaq ki, burada da biz p-value-dan danışmışdıq. P-value-nu burada da 0.5-də müqayisə edirdik. Və əlaqənin olub-olmadığı sualına cavab bizə hər zaman p-value cavab verirdi. Və əgər 0.5-dən kiçikdirsə, onlar arasında əlaqə var deyəcəyik. Amma p-value-nu xatırlayın, normallıq testində deyirdi ki, p-value 0.5-dən böyük olanda deyirdi normal paylanıb. Hipotezlər haqqında da danışanda demişdik ki, p-value-muz 0.5-dən kiçikdirsə, onda fərq var, təsir var. Məsələn, dərmanlar haqqında danışanda demişdik, tutaq ki, yeni bir dərman yoxlayırıq və həqiqətən də təsirlidirmi və yaxud təsirsizdirmi, o sualın cavabına p-value verirdi. Deməli, indi buradakı p-value bizdə, bəli, 0.5-dən kiçik olanda biz deyəcəyik ki, əlaqə var. Və biz sizinlə burada korrelyasiya əmsalını da danışmışdıq. Arda. Demişdik ki, əgər korrelyasiya əmsalı Pearson və Spearman testində, hələ ki, bu iki testdən söhbət gedir. Əgər 0.3-ə qədərdirsə, zəifdir, əlaqə zəifdir, yəni.
0,3, 0,7 arasındadırsa orta, 0,7-dən yuxarısı yüksəkdir. Və bu korrelyasiya əmsalım müsbət və yaxud mənfi ola bilər. Baxın, burada da qeyd olunub. Qiyməti -1 ilə 1 arasında dəyişir. Deməli, əgər mənfidirsə, deyəcəyik tərs əlaqə var. Tərs əlaqə nə idi? Yəni, biri artanda biri azalır və yaxud əksi. Amma müsbət olanda deyəcəyik ki, birbaşa əlaqə, düz əlaqə, yəni hər ikisi də biri artanda biri də artır və yaxud da azalırsa, digəri də azalır. Məsələn, baxın, bunu belə bir nümunə də vermək olar. Tutaq ki, siz bir müəssisəyə daxil olursunuz və görürsünüz ki, həmin müəssisədə çalışanlar ağ rəngdə futbolka geyiniblər. Yəni, bu onların uniformasıdır və həmin müəssisədə ağ rəngli geyinənlər həmin müəssisədə çalışan işçilərdir. Baxın, burada 100% korrelyasiya var. Yəni, siz ağ futbolka geyinən gördünüzsə, tutaq ki, üstündə də bir loqo, bu artıq həmin müəssisədə çalışanlar ifadə edir. Siz çöldə bir ağ köynəkli bir insan görürsəz, deyə bilərsiniz həmin müəssisədə çalışan əməkdaşdır. Yox. Yəni, ola bilər, amma əlaqə güclü deyil. Yəni, 100% korrelyasiya yoxdur. Amma məsələn, polis formasında olan bir şəxsə hər zaman polis deyəcəksiniz. Deməyəcəksiniz ki, polis formasında əgər şöbədədirsə, misal üçün, həm bu polisdir, amma çöldədirsə polis deyil. Elə bir şey yoxdur da, düzdürmü? Yəni, bu fərqli nümunələrdir. Baxın, indi gəlin Pearsonla Spearman fərqini də xatırlayaq, sonra nümunə olaraq göstərim proqramda. Parametrik və non-parametrik anlayışlarından danışmışdıq. Demişdik ki, parametrik normal paylanmış datada normal paylanmış deməkdir, non-parametrik isə normal paylanmayan deməkdir. Və Pearson normal paylanmış, yəni parametrik, Spearman isə non-parametrik. Hətta biz burada Pearsondan burada qeyd eləmişdik onun normal paylanmaya tabe olduğunu, daha doğrusu normal paylanmış datanın üzərində test etməli olduğumuzu. Amma Spearman'da nə demişdik? Demişdik ki, burada Spearman eyni zamanda iki ordinal dəyişən arasındakı əlaqəni də və yaxud bir ordinal, bir davamlı dəyişən. Davamlı deyəndə continuous nəzərdə tutulur. Ordinal da nə olduğunu xatırlayırsınızsa, demişdik ki, kateqorik dəyərdir, amma müəyyən bir qanuna uyğunluğu müşahidə olunduğu kateqorik dəyərdir. Məsələn, education level. Amma nominal demişdik, məsələn, cins. Neysə, kənara çıxmayaq. Deməli, burada və eyni zamanda continuous olduqda da istifadə etmək olar. Və nə demişik? Normal paylanmırsa. Burada da significance level, p-value dedik ki, əgər 0,5-dən kiçikdirsə, onda biz deyəcəyik ki, əhəmiyyətli əlaqələr arasında və onun gücünü isə, yəni korrelyasiya əmsalını isə, baxın, bu intervalla müqayisə eləyəcəyik. Zəif, orta və yaxud yüksək korrelyasiya. İndi gəlin, deməli, açırıq. Yəni, generalı açaq. Elə burada açacağım. Gəlin, ardıcıllığa baxaq. Əslində, bir neçə fərqli, yəni buradan open da eləyə bilərsiniz, import da eləyə bilərsiniz. Random olaraq elə open seçirəm. Gəlin, baxaq ki, bunu necə açacağıq. Məndə modul 3-dədir. Modul 3 papkasındadır. Baxın, modul 3-ə daxil oluram. İlk baxışda görünmür. Sadəcə olaraq uzantı, yəni burada faylın tipini dəyişsək, yəni all files desək, bütün faylları görəcəm. Bunu unutmayın ki, müxtəlif uzantılara malik faylları görmək üçün dəstəklənməlisiniz ki, yəni bütün faylları görə biləsiniz. Neysə, general data. Biraz gözləyirik. OK. Burada bir neçə sütun var. Tez-tez bir dənə sütunlara baxaq. Age yaşdır, bunu bilirsiniz. Attrition'ın nə olduğunu izah eləyəcəm. Business travel, ümumiyyətlə bu işçilərin datasıdır. Deyək ki, bir HR analitikın əlində olan bir datadır.
Burada işçinin hansı tezliklə travel etdiyini, business travel'dan söhbət gedir. Məsələn, rarely nadirən travel eləyir, frequently tez-tez travel eləyir, non-travel isə ümumiyyətlə travel eləmir, səyahət eləmir. Departamenti, aid olduğu departamenti, evdən uzaqlığı, təhsili, education field, gender, yəni cinsini, daha sonra hansı, belə deyək, vəzifədə olduğunu, marital status və sair və sair, onun gəliri, nə bilim, experience-i, bir neçə sütun var. İndi bizə təbii ki, hamısını istifadə eləməyəcəyik. Əsas lazım olanlara baxacağıq. Bir dənə attrition nə olduğunu izah edirəm, çünki bunu istifadə edəcəyik. Attrition sütununda 2 dənə fərqli dəyər var. No və yes. Bu bizdə işçinin hal-hazırda işdən çıxıb çıxmadığını ifadə edir. Attrition sütunu, yəni attrition adlı sütun müxtəlif datalarda müxtəlif şeyləri ifadə edə bilər. Biz sizlə gələn dərs yox, keçən növbəti dərs, ondan sonraki dərs idi. Yox, gələn dərs olmalıdır. Orada da başqa bir datada attrition-ı görəcəyik. Orada görəcəyik ki, artıq onun ifadə etdiyi məna başqadır. Məsələn, burada ifadə eləyir, işçi işdən çıxıb yoxsa yox, hal-hazırda çalışır müəssisədə, yoxsa yox, onu ifadə edir. İndi gəlin baxaq sizlə istəyirəm. Burada PDF-də qeyd eləmişəm. Baxın, gəlin elə Pearson və Spearman-dan. Hər ikisinə də eyni yerdən daxil olacağıq. Analyze tabından, Correlate-dən və Bivariate seçimini seçəcəyik. Gəlirəm. Analyze-a. Deməli, Correlate və Bivariate. Baxın, hər ikisi buradadır. Pearson, Spearman. Sadəcə olaraq kliki qoyuruq və testin nəticəsini elə görəcəyik. İndi mən burada deyək ki, gəlin, əməkdaşın aylıq gəliri ilə onun stajı arasındakı əlaqəyə baxaq. Yəni, normalda, yəni adətən insanın stajı artırsa, maaşı da artmalıdır. Düzdür, bu hər yerdə belə olmasa da, xüsusilə bizim ölkədə belə olmasa da, indi görək bu datada belədir, yoxsa yox. Gəlirəm, seçirəm burada monthly income-ı və deməli, burada total working years olmalıdır. Total working years seçdim. Deməli, bunu klikləməmişdən əvvəl biz düşünürük ki, daha doğrusu düşünürük deyəndə normallığı ölçməliydik. İndi vaxt getməsin deyə ölçə bilməyəcəm. Vaxtımız azdır. Normallığı ölçürük bu iki sütun arasında. Əgər normaldırsa, normal paylanıbsa, onda Pearson. Normal paylanmayıbsa, Spearman istifadə edirik. Bəzən bunların nəticələri arasında çox da fərq olmur. Gəlin ikisini seçək, baxaq. Deməli, monthly income, total working years, bu Spearman-dır. Bu da Pearson-dır. İndi fərz eləsək ki, mən səhv etmirəmsə, bu normal paylanmamışdı. Normal paylanmayanda da biz demişdik ki, Spearman-dan istifadə edirik. Növbəti əvvəlki dərslərdə baxmışdıq, yadımda elə qalıb. Deməli, burada indi bizə lazım olan significance value-dur. Yəni, daha doğrusu birinci bizim baxmalı olduğumuz odur. Yəni, p-value. Yəni, bu hansı sualın cavabıdır? İki dəyişən arasında əlaqə var, yoxsa yoxdur? Bu sualın cavabıdır. Bu cədvəli necə oxuyuruq? Burada biraz qarışıq görünə bilər. Sadəcə olaraq, baxın, monthly income-dan, sanki tutuşdururuq da sütundan sətri. Monthly income-dan monthly income arasında əlaqəyə baxmayacaq da. Yəni, iki dənə eyni sütun arasında əlaqəyə niyə baxaq? Ona görə bunun tuşuna baxacaq. Yəni, total working years-la monthly income-ın kəsişdiyi nöqtəyə baxırıq. Yəni, bura. Yəni, significance value burada olacaq. 0 tam, yuvarlaqlaşdırsaq, onda 2 deyə bilərik. Yaxşı, indi mən sual verirəm. İndi bu iki sütun arasında əlaqə var. Zəifdir. Hələ ki, əlaqə var, yoxsa yoxdur, onu soruşuram. Significance value, significance level, yəni p-value bizə hələ ki, bu sualın cavabını verir. Necə? Onda yoxdur deyə bilərik. Yoxdur, bəli. Çünki 0,5-dən böyükdür. Bu rəqəm 0,2, 0,5-dən böyükdür. Deməli, əlaqə yoxdur. Artıq mənə maraqlı deyil bunun gücü. Baxın, gücü buradadır. Correlation coefficient. Mənfi 0 tam, onda %2 yuvarlaqlaşdırsaq deyə bilərik. Hə, zəifdir, bəli və tərsdir.
Amma mənə maraqlı deyil, çünki əlaqə yoxdur. Baxın, monthly income-la total working years buradakı nəticələrlə buradakı total working years-la monthly income eynidir. Yəni bu 2 ərazi eyni nəticələrdir. Soruşa bilərsiniz ki, niyə bu formadadır, niyə belə qarışıq görünür? Sadəcə olaraq eyni şeydir. Amma monthly income-un monthly income-dan və yaxud total working years-in total working years-in özünə baxmırıq da. Yəni bu bizə maraqlı deyil. Çünki özünü görürüz, ümumiyyətlə significance level nəticəsi çıxmayıb. Koeffisient da 1 verib əmsalı, ən yüksək verib. Yəni güclü verib. Çünki özü ilə əlaqəsi güclü olacaq da zaten bu normaldır. Ona görə buna baxmırıq. Bizə əsas monthly income-dan total working years lazım idi. Və biz bunu gördük ki, bunlar arasındakı əlaqə ümumiyyətlə yoxdur. Və burada da baxsaq, baxın, bu da digər testin Pearson nəticəsidir. Burada da 0,5-dən burada 0,5-dən kiçikdir. Burada artıq nəticə fərqlidir. Düz dedim də, 0,5 kiçikdir. İndi biz bizim datamız əslində normal paylanmayıb deyə biz Spearman əsas götürməliyik ona görə. Nəsə, gəlin digər nümunəyə baxaq. Bir dənə də eləyək 2 ordinal dəyişən arasında. Ona da baxaq. Deməli, burada bizdə gəlin analyze, descript, daha doğrusu correlate, bivariate. Yəni, əməkdaşın siriylə education-la onun job level arasındakı əlaqəyə bax. Yəni, misal üçün, education əgər təhsil səviyyəsi daha yüksəkdirsə, misal üçün, müqayisə eləyəndə bir şəxsin magistr dərəcəsi var, digərinin isə yoxdur. Görək ki, bunlar job level'da öz əksini tapıb, yəni misal üçün deyirəm, magistr dərəcəsi alan rəhbər vəzifədədir və yaxud da digər şəxsə nisbətən daha yüksək vəzifədədir. Misal üçün, aparıcı mütəxəssisdir, amma digər yalnız bakalavr dərəcəsi olan kiçik mütəxəssisdir. Nümunə olaraq dedim. Yəni bunlar arasında bir əlaqə varmı? Burada biz Spearman-dan istifadə eləyəcəyik. Deməli, baxın, indi analiz eləyək. Nəticə nə alınıb burada? 0,2. Bu nə deməkdir? Əlaqə var yoxsa yoxdur? Yox. 0,5 kiçik deyil, bu olmalı da. Kiçikdir. Kiçiksə olur əlaqə. Bəli, əlaqə var. Bəli, 0,2 0,5-dən kiçikdir. Bax, nə çaşdırdınız? Hamı yoxdur dedi. Kiçik deyil yoxsa? Kiçikdir axı. Ona görə əlaqə var, bəli. Kiçik olanda əlaqə. Aha, daha sonra indi baxarıq biz bunun gücünə. Daha doğrusu, əlaqənin gücünə. 0 tam yuvarlaq götürsək %5. İndi gəlin baxaq. 0,5-ci burada müqayisə eləsək, hansı aralığa düşür? Zəifə düşür də, düzdürmü? Zəif əlaqədir. Əlaqə var, amma zəifdir. Müsbətdir, düzdür. Düz əlaqədir, birbaşa əlaqədir. Gəlin Chi-square-də baxaq. Digərləri də qalıb gəlin dərsə. Əslində düşünmüşdüm, axıra qədər baxarıq, amma çatdırmadıq, eyb yox. Chi-square. Chi-square testi isə 2 kateqorik dəyişən arasındakı əlaqəni ölçür. Kateqorikin nə olduğunu bilirik də. Gəlin baxaq. Burada bunun artıq belə deyək də gücünü ölçən zaman biz daha fərqli yanaşırıq. Spearman və Pearson'dan fərqli olaraq. Deməli, deyir ki, 2 kateqorik dəyişən arasında əlaqə olub-olmadığını müəyyən etmək üçün olunan hipotez testidir. Fiend-Kramer testi, Chi-square testində əlaqənin gücünü ölçür. Bunu göstərəcəm indi. Və burada da p-value var. Hamısında olduğu kimi. Burada da əgər p-value 0,5-dən kiçikdirsə, deməli, əhəmiyyətli əlaqə var. Yəni, necə ölçürdük, burada da elə. İndi gəlin baxaq. Deməli, burada gəlirəm analyze-a. Descriptive statistics və crosstabs. Buradan
Attrition atacağım roya. Yəni business travel'da ataq kolma. Yəni attrition biz artıq bilirik ki, onun işdən çıxıb çıxmadığını ifadə eləyir. Biz burada baxmaq istəyirik ki, business travel etmənin işçinin işdən çıxıb çıxmağı ilə hər hansı bir əlaqəsi varmı? Yəni məsələn, travel eləməyənlər işdən çıxanları daha çox əhatə eləyir və yaxud da tez-tez səyahət eləyənlər misal üçün daha çox belə deyək, bağlıdır da işinə, yəni işdən çıxmayanlardır. Yəni bir əlaqə varmı bunların arasında? Buna baxmaq istəyirik. Burada bir dənə Fee and Kramer klikləyəcəm, çünki onun gücünə baxacağam. Amma burada qeyd eləmişdim. Deyəsən yox, qeyd eləməmişdim. Eyb yox. Deməli, Fee and Kramer və KSQL-i kliklədik. Continue. Okay. İndi gəlin baxaq bunun nəticəsinə. İndi siz deyin görək. Burada vəziyyət nədir? Baxın, nəticə significance level'ın və value. Significance level'ı neçədir? 0'dır. 0 nə deməkdir? Əlaqə var yoxsa yoxdur? 0,5-dən kiçikdir. Deməli, əlaqə var. Var. Bəli. İndi gücünə baxıram. Gücü 0 tam deyək %13. İndi baxıram bura. 0,13 orta. Ortalan elə bil ki 0 tam 1 yox düz dedim mən burada. Hə, düz dedim. Bu ikisinin arasındadır da, ortaya düşür. Ortaya düşür, bəli. Orta korrelyasiyası orta səviyyədədir, əlaqəsi. Əlaqə var və orta səviyyədədir. Aydın oldu. Biz sizin hələ ki Sperman, Pearson və KSQL keçmişik. Burada hər hansısa bir qaranlıq qalan məqam oldu mu? Xeyr. Yoxdur. Aha. Tamam. Yoxdursa, onda gəlin belə eləyək. Siz deməli, praktika eləyirsiniz, həmin o case study-ni göndərəcəm və həmin o empirik qaydanı da bütün tətbiq etmədiyimiz digər qaydaları tətbiq eləyirsiniz, göndərirsiniz mentora. Mentora da göndərəndə bunları sadəcə save eləyin, save as eləyin. Baxın, bu faylı save as eləyin ki, baxa bilsin ki, orada hansı testlər eləmisiniz və mənim dərsdə tətbiq elədiyim demək olar ki, hər şey tətbiq eləyin ki, əliniz öyrəşsin və tətbiq eləyə-eləyə analiz eləyin. Bugünlük bu qədər. Gələn həftə 1-ci gün elə bundan sonra dərsimiz saat 8-də olacaq. Yerləri dəyişdi. Çünki Leyla'ya da saat 7 uyğundur, mənə də saat 8 daha uyğun olduğu üçün. Yəni düşünürəm ki, sizin üçün bir problem olmaz. Onsuz da hər 2 saatda dərs var idi, sadəcə dalbadal idi onsuz. Tamam, o zaman gecəniz xeyrə. Görüşərik. Sağ olun. Sağ olun.